Qəm yığılıbsa, çətin və xırıltılı nəfəs alıb verirsənsə, ya da quru və qıcıqlandıran öskürək səndən əl çəkmirsə, videoya sona qədər qulaq as. Çünki indi deyəcəyim evdə hazırlaya biləcəyin sadə üsulla bütün bu problemlərinə son qoya bilərsən. Necə? Ekrandakı ürəyi qızart, zəhmət olmasa profilin üzərindəki pil işarəsinə də toxun ki, video ehtiyacı olan hər kəsin qarşısına çıxsın. Bir dənə qırmızı baş soğan götürürsən, bir dənə limon götürürsən, 2 dənə darçın çubuğu götürürsən, bir balaca zəncəfil götürürsən, 4 diş sarımsaq götürüb bunları doğrayıb atırsan bir dənə qazanın içinə. Üstünə 1 litr isti su əlavə eləyib 15-20 dəqiqə qaynadırsan. Qaynadandan sonra gözləyirsən soğusun. Uşaqlar gündə 2 dəfə səhər axşam yarım stəkan, böyüklər isə gündə 2 dəfə səhər axşam bütün stəkan, yəni 200 ml. İlıq halda içirsiniz. Hele ilk gündən bronxlarınızda təmizliyin necə getdiyinə və gələn bəlğəmə təəccüblənəcəksiniz. Videonu hər kəslə paylaşın və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əzlaçınız bol oğlanla hər zaman sağlam və gümrah qalasınız.